Salam, xəbərlərlə tanış olun. Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən silahlı qüvvələrimizin mövqələrini atəşə tutub. Qarşı tərəf cavab atəşi ilə susturulub. Bugün NATO'nun UES samiti öz işinə başlayır. Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı samitdə NATO'ya üzv və qeyri-üzv ölkələrin dövlət başçıları iştirak edəcək. Samit çərçivəsində Birləşmiş Ştatların dövlət katibi John Kerry'nin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqları planlaşdırılıb. Rəsmi Bakı və İrəvan bu görüşün mümkünlüyü barədə hələlik açıqlama verməyib. Bugün və sabah baş tutacaq samitdə cari və gələcək təhlükəsizlik çağırışlarına dair qərarlar qəbul ediləcək. Samitin gündəliyinin əsas mövzuları Ukraynada baş verən hadisələr, Yaxın Şərqdə və Şimali Afrikada artmaqda davam edən ekstremizm və məzhəb qarşıdurmaları olacaq. OES-də start götürən NATO samitində dünyanın 60-a yaxın lideri, o cümlədən 4000-ə yaxın nümayəndə iştirak edəcək. Ukraynanın Donetsk vilayətinin Petrovsk rayonunda Azərbaycanlı iş adamı diaspor üzvü ağır yaralanaraq bir ayağını və qolunu itirib. Donetsk vilayət şurasının deputatı vilayət üzrə Azərbaycanlılar konqresindən açıqlamada bildirilib ki, bu 42 yaşlı Ukrayna vətəndaşı Gürcüstanda doğulmuş Erizbər Qəribovdur. 2 gün əvvəl Azərbaycanlı iş adamının Petrovsk rayonundakı evi qumbaratanla atəşə tutulub. Həmin vaxt evinin qarşısında olan iş adamı ağır yaralanaraq sağ ayağını və qolunu itirib. O hazırda Dnepropetrovsk şəhərinə gətirilərək oradakı klinikaların birində müalicə olunur, vəziyyəti ağırdır. Rusiya Azərbaycan sərhədində və Xəzər dənizində geniş miqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti açıqlama yayıb. Hərbi təlimlər Həşdərxan vilayətindəki Aşşuluq poligonunda keçirilir. Təlimlərdə hava hücumundan müdafiə qüvvələri, aviasiya və Xəzər dəniz donanmasının gəmiləri iştirak edir. Cənub Hərbi Dairəsinin açıqlamasında bildirilir ki, təlimlərdə şərti hədəfin aviasiya və raket hücumunun qarşısının alınması həyata keçiriləcək. Hava haqqında məlumatla tanış olun. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 26-31 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti 24-27 dərəcə təşkil edəcək.